Salam əziz şagirdlər. Bu video izahımda Ekspres Təhsil Mərkəzinin 10 may 2026-cı ildə keçirilmiş olimpiyada suallarının izahını verəcəm. Sinif 8-ci sinifdir. Olimpiyada Nizami müəllimin adına olmuş bir olimpiyadadır və Ekspres Təhsil Mərkəzinə uğurlarından biridir təbii ki. Bu belə bir şeylər həm uşaqlara motivasiya, həm uşaqlara dəstək məqsədi ilə keçiriləcək bir imtahandır. Keçirəm sualların izahına vaxt itirmədən. Nisbətən mürəkkəb tipli suallar da var. Bacardığım qədər sadə dildə anlaşılan vəziyyətdə başa salacağım ki, başa düşəsiniz və əlavə olaraq da video yəni uzun olsa da yenə də ən azından suallara sonra kimi baxın, yaza bilmədiklərinizi sonra kimi izləyə bilmə imkanınız var. Keçək sualların izahına. Birinci sualda nə deyir? B bölünsün A, B bölünsün A bərabərdir 7-də 3. Deməli, burada B 3K'dır, A 7K'dır. Belə. A 7K. Sonra Əkop yazıb ki, 2 vurulsun. Əkop A çıx B. A 7K 3K 7K'dan 3K çıxanı 4K qalır. A üstə gəl B 10K. Çıxılsın 3 vurulsun. Əbob. A çıx 7 4K 10K. Bərabərdir 68-ə. 2 vurulsun. Əkop 4K 10K'nın yerində. Əkop 4K 10K'dan mən 2K'nı mörtəzə xaricine çıxardıram. Qalır Əkop 2 5. Çıxılsın 3 vurulsun. Buradan da 2K'nı mörtəzə xaricine çıxardıram. Qalır Əbob yenə 2 5. 2 oranda 4K vur. Bu Əkop 2 5 qarşılıq sadə olduğu üçün 2'yi 5'e vuruq 10. Çıxılsın 3 2 oranda 6K. Əbob 2 5 qarşılıq sadə olduğu üçün ilə 1'dir. Bərabərdə 68'ə. 40K çıx 34K qalır. 68 K olur 2. K'nı tapdıq 2. Bizdən A üstə gəl B'ni istəyir. B 6 olur. K'da A'da 14. B üstə gəl yəni 14 üstə gəlsin 6 cavab olur 20. Cavab oldu E variantı. Keçdik ikinci suala. 3 rəqəmli rəqəmləri fərqli neçə tək ədəd yazıla bilər? 3 rəqəmli rəqəmləri fərqli neçə tək ədəd yazıla bilər? Aha. Burada bir məsələ var ki, 3 rəqəmli ədədlər, məsələn, bax, belə deyək də, tək ədəd deyirsə, fərqi yoxdur. Yəni, içərisində 0 iştirak eləyə bilər, nə iştirak eləyə bilər? Məsələn, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 3 rəqəmli. Rəqəmləri fərqli neçə tək ədəd yazıla bilər? Belə danışaq ki, tək deyirsə, burada iştirak eləyə biləcək ədədlər nə hansı ədədlər olmalıdır? 1 sonda, 3, 5, 7, 9. Düzdürmü? Yəni, ümumi neçə hal var burada? Bunların iştirak eləyə biləcəyi vəziyyətdə. Bunların iştirak eləyə biləcəyi vəziyyətdə deməli uşaqlar, burada 1, 3, 5, 7, 9, yəni 5 seçim var, məsələn. 3 rəqəmli demir, 5 seçim yazdıq. Sonra, birinci təkliklər mərtəbəsində, təbii ki, 0'ı qoya bilmərik, təkliklər mərtəbəsində 0'ı qoya bilmərik. Onda ümumi, deməli, burada rəqəm 10 dənədir, amma 0'ı qoymadıq, qaldı 9. Hə, müəllim, 9'u yazaq. Və sən bu 5 seçimin içərisindən birini də yazmısansa, məsələn, çünki burada deyir rəqəmləri fərqli. Deməli, sənin 8 seçimin qalır da, həm 0'ı yaza bilmirsən. Həm də ki, hər hansı birinin bu 5 seçimi içərisində yazmısan. Məsələn, 5'i yazmısan, 7'ni yazmısan, 9'u yazmısan, 1'ini yazmısan. Qalır bizim 8 seçimimiz. Vurulsun. 0 indi gəldi. 0 ortaya yaza bilərik. 0 ortaya yaza bilərik, 0 gəldi. Amma tutalım ki, məsələn, 2'ni yazmısan. Və yaxud da ki,
4 yazmısan və yaxud da ki 6-ını yazmısan, hər hansı birini yazmısan. Eyni zamanda təklərdən də birini yazmısan, axı 5 seçim içərisində yenə də 8 seçim qaldı. Deməli 8 8 64 vurulsun 5-ə 5 kere 4 20 5 kere 6 30 32. Cavab olur D variantı. Həqiqətən maraqlı sualdır, birləşmələr nəzəriyyəsinə aid. 3-də 3-də nə deyir? P 2x üstə gəlsin 1 bərabərdir 3x kvadrat çıx 2. Olarsa P5 bərabərdir sual. P5 bərabər sual desə 2x üstə gəlsin 1-ə mən 5 deyirəm. Olur 2x bərabər 4, x bərabərdir 2. Gətirib x-də 2-nin yerinə qoyuram. X-in yerinə 2-ni qoyuram. Ha, burada 3 vurulsun 4 çıxılsın 2. 12 cavab eləyir 10 olur. C variantı. Sonra keçək indi keçək. Burada nə olmuşdu cavab? E. Dördüncü sualda nə deyir bizə? Ramil oynadığı 11 tenis oyununun 7-sində qalib gəlmişdir. Növbəti neçə oyunda ardıcıl qalib gəlməlidir ki, qalibiyyət faizi 75% olsun. Bu adam 7-sində qalib gəlibsə, 11 tenis oyunun 7-sində qalib gəlib. 11 100%. 11 100%'dir. Deməli, 7-sində qalib gəlib x. Bunun qalibiyyət faizi məsələsi var da. Bu onluq kəsr ifadəsindən yaransa, o bizə sərf eləməyəcək. Bəs bunu necə tapmaq olar? Qalibiyyət faizi artsın deyə deyirəm. Növbəti neçə oyunda deyir? Qalibiyyət faizi 75% keçsin. Aha. İndi burada Ramil oynadığı 11 tenis oyunun 7-sində qalib gəlibsə, fikirləş ki, Ramil bundan sonra məsələn hər hansı x qədər oyun keçirəcək, bu 100%'dir. Və qalib gəlməklə növbəti neçə oyunda ardıcıl qalib gəlməlidir. Yenə 7 plus x 75%. Bir-birinə vuraq, çarpaz. 75 vurulsun 11. 11. Deməli, üstə gəlsin 75x bərabərdir 700, üstə gəlsin 100x. Düzdürmü? Bəli. 75'i 11'ə vuraq görək bizə nə verir? 1 kere 5 5. 1 kere 7 7. 1 kere 5 5. 1 kere 7 7. 5 2 8. 825. 825 çıx 700. Bərabər 100'dən 75 çıxanda 25x. Bu bizə 75 verir 25x. Bir dəqiqə. Burada x 3 olur axı. X 3 olur, maraqlıdır. 75% olsun qalibiyyəti. 75%, 75 vur 11, 75x. 700 x 25 olur da, bəli. Hə, 700'dən Allah Allah, 825'dən 700 çıxanda 125 qalır. X olur 3, x olur 5. Cavab olur D variantı. 5-ci sualda nə deyir? 5-də. 2x kvadrat üstə gəlinsin, a çıxılsın 1x çıxılsın 4 bərabər 0. Tənliyin köklərindən biri mənfi 1 olarsa antip. Tənliyin köklərindən biri mənfi 1-dirsə x-in yerinə gətirib mənfi 1-i qoymaq kifayət eləyir. 2 vurulsun a, vurulsun 1. Üstə gəlinsin, a çıxılsın 1 vurulsun mənfi 1, üst çıxılsın 4 bərabərdir 0. Deməli 2a 2a çıxılsın a, üstə gəl 1, çıx 4 bərabərdir 0. A bərabərdir 3'ə. A bərabərdir 3'ə. Olur E variantı. Sonra 6-cı sualda mod x plus 1 vurulsun px bərabərdir x kvadrat çıxılsın kx çıx 5. Olarsa k'nı tap bir. Aha.
Burada bir məsələ var ki, bu kx çıx 5 ifadəsi bax belə danışaq da, px bərabər x kvadrat çıxılsın kx çıxılsın 5 bölünsün x plus 1. X plus 1. X plus 1. İxtisar getməlidir. Yəni sən durub x-in yerinə mənfi 1 yazıb rahatçılıqla p-ni tapa bilməzsən. Yəni bax bu ifadədə bu ifadəni görürsünüz. Bax bu ifadədə elə bir vuruqlara ayrılma forması olmalı ki, oradan x plus 1 vuruğun 1 olsun. Yəni vuruqlara ayrılma yoxdur. Vuruqlardan biri olsun. Vuruqlardan biri olması üçün x-in yerinə mənfi 1 qoysam ifadə ümumi sıfıra gedir. Sıfıra gedir. Və k-nı tapa bilərik. Oradan k-nı tapa bilərik. K-nın qiymətini soruşur bizə bu başdan. İndi x-in yerinə 1-i qoysaq 1 çıxılsın. X-in yerinə əslində x-in yerinə mənfi 1 qoya bilmərik. Məxrəci sıfıra çevirir. X-in yerinə mənfi 1 qoya bilmərik. Çünki x-in yerinə sən mənfi 1 qoysan məxrəc sıfıra çevirir. O ifadənin mənası olmur. O ixtisar getməlidir. Sadəcə ixtisar getməlidir. Başqa heç nə. Deməli, buradan x kvadrat çıx kx. Buradan x plus 1 bu ifadənin vuruğudur. Bu ifadənin vuruğudursa köklərindən biri onsuz da mənfi 1'dir. Mənfi 1'dir. Gətirib yerinə qoyanda mənfi 1 üstə gəlinsin k çıx 5 bərabərdir 0 olur. Onda k olur 4. E variantı. Mənfi 1 söz nətərdir sizə? Bu mənfi 1 bu məxrəcə gətirib x-in yerinə qoymursan. Sadəcə bu da vuruq kimi ayrılırdı. Yəni k-nın yerinə 4 qoyanda ifadə belə olur. Bax, k-nın yerinə 4 qoyanda x kvadrat çıxılsın 4x çıxılsın 5. Bu məsələn həll eləsən, məsələn d bərabər b kvadrat çıx 4 alsa 4 kere 5 20 36. X1 bərabərdir 4 çıx 6 bölü 2 mənfi 1 x2 bərabərdir 10 bölü 2 5. Yəni tənliyib vuruqlar belə olur. Bax, x üstə gəlib 1 x çıx 5 bölü x plus 1. Bunlar ixtisar gedir. Ona görə x çıx 5 qalır. Yəni ki fikrim aydın oldu buna. E variantı olur cavab. Sonra 7'də nə istəyir bizdən? Üçbucağı çəkək. Bir dənə bu formada xətt çəkək. Xoşarlığa oxşuyur sual. B, E, D, A, C. ABC üçbucağında AD BE-yə bərabərdir. AD bir dəqiqə. AD BE-yə bərabərdir. Qəşəng. Bunlar 3'dür. 3, burada 3. AE 6. CD 15. D'ye 4. 4. Olarsa BC parçasının uzunluğunu tapın deyir. BC parçasının uzunluğunu tapın. Deməli, burada bir məsələ var. Burada 3 hissələrə bölünübsə, ABC üçbucağında AD BE-yə bərabərdir. AD BE-yə bərabərdirsə, buradan biz nə oxşarlıq qura bilərik ki? 3, 6, 3, 6. Məsələn, bura fidirsə, burada. Deməli, bu məsələdə bir iş var ki, burada, məsələn, bu xəttin uzunluğu nəyə bərabərdir? 9'a. Düzdür? 9'a. Bəs bu xəttin uzunluğu nəyə bərabərdir? Bu xəttin uzunluğu 18'ə mənim. İndi, bax, buranı 3'ə bölürsən, 3 dəfə. Buranı da 6 nisbətdə bölüb. Yenə 3 dəfə fərqli. Deməli, bura 4'dürsə, 3 nisbətdə bura olur 12. C variantı. Yəni oxşarlıq nisbəti 3'də 1'ə bərabər olur da K. Əslində orada bir bucaq verilsəydi daha yaxşı olardı oxşarlıq nisbəti, amma oxşarlıq nisbətin birbaşa elə bir ki tərəflərin uzunluqlarından veriblər orada.
8-ci sual. Modulda 5 üstəgəl x üstə gəlsin 2y çıxsın 8. Kiçik bərabərdir 0. X vur, y soruşur bizdən. Deməli, modul olsun, kök altı olsun, kvadrat olsun, məsələn, hər hansı kvadrat olsun, bu vəziyyətlə sıfırdan kiçik bərabər şərtləri veribsə, yəni heç vaxtı sıfırdan kiçik bərabər ola bilməz də, ancaq bərabər ola bilər. Yəni 5 üstə gəlsin x bərabər olur 0, x bərabər -5, 2y bərabər 8, y bərabər 4 olur. Bunların hasılı olur -20. Cavab olur C variantı. 9-cu sualda nə deyir? X ədədi 3y ilə düz. X ədədi 3y ilə düz. Y çıx 2 ilə tərs mütənasibdir. Y çıx 2 ilə tərs mütənasibdir. Bir də vurulsun bir k-da olsa daha yaxşı olar. X bərabər 3 olduqda y 1 olur. Y 1 olur. 1 çıxılsın 2 vurulsun k. K-nı tapaq biz. Çünki y 3 olduqda sonra deyir nə olur da. Deməli, -3 bərabərdir 3k. K olur -1. K-nı -1 tapdıq. K -1-dirsə bu dəfə x bərabərdir. Y 3 olduqda 3'ü 3'e vur. Bunu da -1'e vur. K'nı -1 tapmış baxı. Bölünsün. 3'dən 2 çıxanda 1. 3 kere 3 9. -9 eləyir. Cavab B variantı. 10-cu sualda. Deməli, bu formada bir dənə bucaq açısı verib. Bir dənə yəni ki, bu tənbələn olacaq hardadsa. Şəkli çəkək. A, B, K, C, D, ABC üçbucağında perpendikülər AB 8, bura 2x plus 4, bura x plus 5. B'də tənbələnin uzunluğunu tapın. Bax buradan BA 8-dirsə, xassələr bilmək lazım. BA 8-dirsə, BK da 8. Müəllim hardan bildiniz? Bax buradan bilirəm. Bura alfadırsa, burada alfadır. Müəllim niyə? Çünki bax tutan ki bu alfadırsa bu betadır. Düzdür. Alfa üstəgəl beta 90 dərəcə. Tənbölən deyir də, ağzına tənbölən deyirsə alfa alfadırsa beta beta. Deməli bu üçbucaqlar əslində bax. İndi çəkib göstərəcəm. Bax bu qırmızı. Bax bu düzbucaqlı üçbucağı görürsünüz burada. Bax bu düzbucaqlı üçbucaqdan bax bu qara. Bax bu qara düzbucaqlı üçbucaq biri-birinə nədir? Bərabər. Oxşar yox ha, bərabər. Burada 8-dir. Deməli 2x üstə gəlsin 4-də x plus 5-ə bərabərdir. X bərabər olur 1-ə. X 1-dirsə bura olur deməli 6. Bunda BD olur 10. Əla. B variantı. 11-ci sual. Xeyli vaxt aparan suallar da 18 dəqiqədə 10-cu sualda yox. Şəkil çəkək. Biraz sürətləndirəcəm uşaqlar. Siz sonra özünüz yəni bundan istifadə eləyə dala qabağa eləyib ən azından da ötürə bilirsiniz də, yəni ancaq hamısına baxası deyilsiniz ki, onsuz da ən azından yaza bilmədiklərinizdə hamısına baxsaz da sürəti artıra da bilərsiniz və yaxud da kənasını izləyə bilərsiniz. Bu video çox uzun olmasın. Durub 2 saatlıq video olsa, təbii ki, sən də baxdırsan, görürsən ki, 2 saatlıq videodur, deyirsən ki, bunu izləməyinə dəyməz, çox uzun videodur. Sıxıcı olmasın. ABC düzbucaqlı üçbucağında ACB 15 dərəcə. Buranı verib 15 dərəcə. CD AC-yə perpendikulyar. CD AC-yə perpendikulyar. CD AC-yə perpendikulyar. AC-yə perpendikulyar ya olmur axı. JD 12.
Bir dəqiqə. Sualı biraz düzəliş eləmək lazımdır. Bəlkə CD yox, JD. JD. JD AC-yə perpendikulyar yenə də düz gəlmir. JD AC-yə JD AC-yə perpendikulyar olur ki, yenə də JD BC-yə perpendikulyar ola bilər. JD 12. JD 12. Aha. BC-ni istəyir bizdən. BC-ni. Deməli, burada JD AC-yə perpendikulyar məsələsi biraz narahat oldu. Şöyle bu sualda nəsə problem var. Ehtimal ki sizin testinizdə düzəlmə ehtimalı çoxdur. Amma bu sualda ümumi olaraq şərtdə problem var, nəsə çatışmamazlıq var. Bu sualı sizin imtahanda düzələcək. Yəni sizin imtahanı düzəlmiş şəkildədir. Amma hal-hazırki vəziyyətdə belədir. Sualda problem var. Nəysə keçək 12-ci suala. -3 üstü 55 çıx 3 üstü 55 üstə gəl -3 üstü 56. -3 üstü 55 onsuz 3 üstü 55 kimi bir şeydir. Çıx 3 üstü 55. Buradan 3 üstü 55 mörtəzə xaricdən çıxarsam nə qalır? -1 çıx 1. Üstə gəl bu 3 üstü 56'dır. Bu eləyir mənfi. Deməli -2 vurulsun 3 üstü 55. Üstə gəl 3 üstü 56. 3 üstü 56, 3 üstü 55 mörtəzə xaricdən çıxartsam -2 üstə gəlinsin 3. Bu 3 üstü 55 qalır. Cavab 3 üstü 55 A variantı. A. Sonra 12'də belə A oldu. 13. 2 vurulsun 5 üstü 16 çıx 1. 16 çöldədir. Ədədinin sonda neçə rəqəm 9'dur. Ədədində sondan neçə rəqəm 9'dur. 2 üstü 5 üstü 16 nə deməkdir? 10 üstü 16'dır da. Düzdürmü? Çıxıram 1'i. 10 üstü 16'dan 1'i çıxsam, 10 üstü 16'dan 1'i çıxsam, sən göstəriş kimi yaza bilərəm. Əslində 10, 16 dənə 0 var da. Bundan 1'i çıxsam, fikirləş ki 1'i çıxıram. Burada 9, 9, 9, 9, 9, 9, bu qaydada 9. Bu qədər 9'a kimi gəlirik də. Sondan neçə rəqəm 9'dur? Sondan neçə rəqəm 9 olur? Elə 16, 17 rəqəm nədətdir də? Bundan sondan elə 16 rəqəmi 9 olur da 13'də. Biliyoruz. Çünki 10 üstündə 16'lar uzanır da yəni. Gedir axıra kimi. Bu da elə 16 rəqəmdə 16 dənə rəqəm 9 olur. Cavab olur A variantı. 16 rəqəm 9 olur. Sonra gəldik 14'ə. Gəlin 14'ü bir dənə şəklini çəkək. Olmadı ki. Belə. Sonra belə çəkdik. Belə birləşdirdik. Bir dəqiqə şəkli yaxşı çəkək. Yəni belə birləşdirdik. Belə. D, A, B, C. Bunlar bu formada bölüb onu ortaq. Tənbüləndir. Bu da tənbüləndir. Bura 90 dərəcədir. Müəllim hardan bildiniz 90 dərəcədir? Bax bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır.
2 alfa üstə gəlsin 2 beta 180 dərəcədirsə, trapesiyanın kör bucaqları, 2 bucaqda kör bucaqları 180, onda alfa üstə gəlsin beta 90 dərəcə olur. Burası aydın. Sonra nə deyir? AB-yə verib 6. Əla. DC-yə verib 8. Bunu da gördük. YF verib 3. YF buradır. Bura 3. BC-ni istəyir bizdən. Buranın uzunluğunu istəyir. Bax, mən bu uzunluğu, buranı görürsən, bunu belə uzaldıram. Uzatdıq bunu belə. Bunu uzatdıq. İndi orta xətt olduğunu görürük də bunun. Düzdür? Çünki orta xətti yarı bölür. 3'ü verib 6 üstə gəlsin 8 bölü 2 bizə elə tam ki YK desəm YK-nı verir. YK 7 ise bura nədir? 4. Bura 4. Bizdən BC-ni istəmir. Bəli. BC-ni istəyirsə, deməli, burada yaranan bucaqlar da nə getmək olar? Bura 4'lüsə, bax bu mediandır. Bunu başqa sarı rənglə göstərəcəm. Görürlər, bu rənglə göstərim. Bax bu mediandır da, düzdür. Median deyil, mediandır. Orta xətt sonsuz bölür. FK medianı. Bax, buna baxın. Bax, bu FK-nı görürsünüz. Bax, bu FK mediandır. FK mediandırsa və biz bilirik ki, düz bucaqlı üç bucağın düz bucaq təpəsindən çəkilmiş median hipotenuzda yarı bölür ilə hipotenuzun yarısına bərabər. Bura 4, bura 4. Deməli, BC olur 8. Çox maraqlı sualdır, çox. 8 olur, cavab da olur B variantı. Cavab oldu B. Yadınızda saxlayın. 15-ci sualda nə deyir? Cavab oldu B. 15-ci sualda x kiçikdir 0 şərtin verib. Modulda 5 üstə gəlsin, modulda x çıxılsın, 2 dənə modul üstə gəlsin, x ifadəsini sadələşdirin deyir. Deməli, mən gətirib birinci modulda yerinə qoysam x-in 0-dan kiçik şərtin, birinci modulda yerinə qoysam, məlum olacaq ki, birinci modul yerin dəyişir, olur 2 çıxılsın x. Çünki birinci modul mənfi olur, üstə gəlsin x bərabərdir. Bu elədir 7 çıxılsın x, üstə gəlsin x. Bu x kiçikdir 0 şərtini x yenə nə qoysam yenə 7 çıxılsın x kimi olur. Üstünə x gəldi, x-lar gedir, cavab qalır elə 7'nin özü D variantı. Cavab olur D. 16-cı sualda A-nın rəqəmləri cəmi 31, B-nin rəqəmləri cəmi 48 olarsa 5A + 7B-nin 9-a bölünməsindən qalıq neçədir? Rəqəmləri cəmi 31-dirsə 5 vurulsun hər hansı ədəd 31'i deməli A-nın rəqəmləri cəmi 31-dirsə 5A üstə 7B B-nin rəqəmləri cəmi 48 9-a bölünməsindən qalıq neçədir? 31'i bax 5 vurulsun 31'in 9'a bölünməsindən qalıq nə qalır? 4. 7 vurulsun 48'in 9'a bölünməsindən qalıq nədir? 45 3. 20 üstə gəlsin 21. 41'in 9'a bölünməsindən qalıq nə qalır? 4 kere 9 36 5. Cavab olur A. Aha. Sonra 17'də 3 4 A 7 B 13 14 C ardıcıllığı mod 7 median 9 ən böyük fərq 16'dırsa modası 7 medianı 9 ən böyük fərq 16'dırsa, ən böyük fərq 16'dırsa biz fikirləşək ki C olsun, ən böyük fərq 16'dırsa C olsun 19. Məsələn, düzdürmü? Bəli, mən ən böyükdən kiçiyə çıxaq da 19. İndi modası 7'dirsə, A olsun 7. Təkrarlanma olsun. Medianı 9'dur. Medianı 9'dursa bu neçə saydadır? Cüt saydadır, tək sayda. Yəni 3, 4, 7, 7, B, 13, 14, C. C'ni siləyək, yazaq 19.
Cüt ədəddir də. Cüt ədədsə bu ikisini toplayıb yarıya bölürəm. 7 üstə gəlsin 1 bölü 2 bərabərdir. Bir dəqiqə 7-ni ora qoyarsam 9-a. 7 üstə gəlsin 1 bərabərdir 18-ə. 1 də bərabərdir 11-ə. 1 də olsun 11. 11 üstə 19. 30, 37. Cavab olur D. Oldu D. Belə. Sonra 18-ci sualda nə istəyir baxaq görək. 18-də var misalı, qəşəng misal verib. 2018-in kvadratı çıx. Bu 2022-ni mən yazıram belə. 2018 üstə gəl 4. 2018 14'də yazıram. 2018 çıx 4. 2014'ün kvadratı çıx. 2016 çıx 4. 2016 üstə gəl 4. Bir də görək. Hə 2014. 2014 çıx 2. 2014 üstə gəl 2. Bu bizə nə verir? 2018'in kvadratı yerində çıx. 2018'in kvadratı çıx 16 olmalı, üstə gəl 16 olur. Düzdürmü? Bəli, burada 2014'ün kvadratı çıx 2014'ün kvadratı çıx 4 olmalıydı, üstə gəl 4. Qabaqda görə 18'lər getdi, 14'lə 16'nı 4'ü bölünür, cavab olur 4. C variantı. Bu da 19. Kök altında A üstə gəl 36. Çıx kök altında A çıx 64 2 olarsa bunu tapın. Bunu kvadrata yüksəldək, hər tərəfini görək bizə nə verəcək. A üstə gəl 36. Üstə gəl A çıx 64. Bunu vuraq. Vursaq 2 dəyişən olacaq da orada. 2 dəyişən olur. Vursaq olmayacaq. İfadəni yığmaq olar mı başqa bir şeyə? Yox, bu bizə sərf eləməyəcək. Bunu vurmayaq. Bunu kvadrata yüksəltməyək. Bunu ən yaxşısı belə bir şey eləyək. Bayaq dediyim kimi. Məsələn, birinci ifadəni A üstə gəl 36 çıx kök altında A çıx 64. 2 deyil. Digərində çıx üstə gəlinsin A çıx 64'ü bir x-a bərabərəm. Bunları bir-birinə vururam. Bunları bir-birinə vuranda bu belə olur. A üstə gəl 36'nın kvadratı çıx A çıx 64'ün kvadratı bərabərdir 2x. Bunda olur A üstə gəl 36 çıx A üstə gəl 64 bərabərdir 2x-a. 100 bərabərdir 2x. X-a bərabərdir 50. 50. B variantı. Şey. 20'də. Aha. Px bərabərdir 2 üstünə x 12 bölünsün n. Üstə gəlsin 5. Çox ədli olarsa n neçə fərqli qiymət ala bilər. Çox ədli de demir burada. Çox ədli deyirsə mütləq bunu görürsən. Bu natural olmalıdır. 12 bölünsün n. Əslində 12'nin natural bölənlər sayı və yaxud da ki n-i nə verə bilərsən? 1, 2, 3, 4, 6, 12. Mənim mənfi 1 olmaz axı. Mənfi 12 üstü çox ədli olmur artıq. Olur 6 dənə. Olur B variantı. Bu da sonra gəldi 21-ci suala. X bərabərdir 11,5 vur 10 üstü 3 ədədinin tərtibini tapın. Bərabərdir. Deməli 10 üstü 3 ədədinin tərtibini tapın demir bizə. Belə bir şeydir ki uşaqlar. Bax biz bilməliyik ki bu qiymətli hissə anlayışını bilirsiniz də yəni ki. Bax bu hissə var ha. Qiymətli hissə. Qiymətli hissə deməli 1 ilə məsələn qiymətli hissə A desəm
onun arasında olmalı. 1 ola bilər. İndi burada da 11,5 olduğu için bunu 1,15 yazmalıyım. Vurulsun 10 üstü 4 olur da artık. 1 vahid artır. Tərtibin sorucu 4 cevap olur C variantı. Yani 1 vahid artır da 10. Yani sade mövzu değil, o çətin mövzu değil. Ona göre o kadar üstüne nasıl bir şey değil. İfadesinin qiymətini tapın. Şimdi bunu mən kvadrata yüksəltsəm nə baş verəcək burada? Əslən kvadrata yüksəltməyib x-in elə 2 tapa bilərəm. İfadəsinin qiymətini tapın. Kök altın x plus 1. Bak kök altın x plus 1. Kök altın x plus 3. Bərabərdir. Kök altına 3 üstə gəlsin. Kök altına 5. Da bunu uzatmıram heç. Burada x elə birbaşa 2 verirəm. 2 üstə 1 3. 2 üstə 3 5. x2. B variantı. Həlli qaydasına gələndə gərək ki bunu kvadrata yüksəldəsən, bunu kvadrata yüksəldəsən. Kvadrata yüksəlsə işlər gedər əslində. Gəlin bir dənə kvadrata yüksəldək. Baxaq indi normalda 2 deyə cavab. 2 olduğunu görürük onsuz da. 2 vurulsun kök altında x plus 1, x plus 3 bərabərdir. 3 üstə gəlinsin 5 üstə gəl 2 kök altında 15. Düzdür. Bəli mənim. 2 qız üstə gəlsin 4. Bərabərdir. 3 üstə 5 8. Buradan da çıxır da yəni. 4 x bərabər 2. X 2 olur. Cavab B variantı. Sonra 23'də. Yəni həllini göstərdim mən sizə. S bərabərdir. A, B, C, D, E, F. Çoxluqlarının alt çoxluqlarının içərisində B var, E isə yoxdur. B var demir. B varsa B mütləqdir. B lazım deyil bizə. Mənə lazım deyil. Yəni B'yi onsuz da B'nin hamısını yazmalısan. Onun üçün B alt çoxluğu götürmə. E çoxluğu yoxdur. E vapşı lazım deyil. Alt çoxluğun sayı nətər tapılır? 2 üstündə n kimi. Burada n'in yerinə neçə ədəd var? 1, 2, 3, 4. 4 dənə. Olur 16. Cevap olur B variantı. 24. X kvadrat çıx 1. Y üstü 4 bərabər 21. Tənliyini ödəyən natural x və y ədədlərin cəmini tapın. Natural x və y ədədlərin cəmini. Deməli, burada bir məsələ var ki, mən x kvadrat çıx 1'ə 3 kimi baxsam, x olur kvadrat 4, x olur plus minus 2. Y plus 4'e de 7 kimi baxsam, y olur 3. Ama burada mən 2'nin 1'in 2'ni götürürəm. Yəni mən 2'ni götürə bilmirəm. X olur 2, y olur 3. Cəmi də olur 5. E variantı 24'də. Bir dəqiqə. Başka. Öyle. Geldi 25'e. 25. sual ve sonuncu sual. Bufetdə çay içən şagirdlərin hər biri 4 manat ödəməli idi. Mesela x qədər şagird var. Hər biri 4 manat ödəməli idi. 3 nəfərin pulu olmadığına qalanları hər biri 5 manat ödəyir. Yəni bu elə bir ki bir dənə bir y-ə bərabərdir. Yəni bufetdə çay pulu y manat tutub. 3 nəfərin pulu olmadığından qalanları hər biri 5 manat ödəyir. Yəni x qədər şagird hərəsi 5 manat ödəyəndə də y olur. Prost x qədər şagird yox. Çıxaq da x-dan 3'ü çıxaq 5 manat ödəməli olur. Bildim 3 nəfərin pulu çatmır, ümumi x qədər şagird vardır. Tənliyi quraq 4x bərabərdir. 5 vurulsun x çıxılsın 3. 4x bərabər 5x çıxılsın 15. X də bərabərdir 15. Şagirdlərin sayını tapın 15. C variantı. Belə.
Uşaqlar, əla. Bu da içərisində olimpiyada tipində, onsuz da olimpiyada suallardır. Yəni xeyli dərəcədə çətin suallar, mürəkkəb suallar var idi. Burada bir dənə 11-ci sualın şərtində problem var. Ehtimal ki. O şərt təbii ki, sizin qabağınıza problem kimi çıxmayacaq. Yəni o nəzərə alınacaq. Amma yenə də onu bir dənə yenidən baxıb nəzər yetirərəm. Bunları da mən yavaş, sakit səsdən anlaşılan şəkildə dedim ki, hər şey qaydasında olsun. Sağ olun, uğurlar sizə.